Siz Qarabağda da bir neçə il oynamısınız, Neftçidə də oynamısınız. Hər iki klub sizə doğmadır. Amma bu Azərbaycan klubları içindən seçsək, Tərlan müəllimin klubu hansı klubdur? Ən daha yaxın, ən doğma klub. Futbolu başlamışam Neftçidə. Yəni mənim futbol məktəbim orayla bağlı. Avropa çempionluğu orada olmuşam. Amma mən Qarabağı 93-cü il, 97-ci il arasında Həmis vaxtlar. Həmis vaxtda dəyişmədim. Allah rəhmət eləsin, Həsən Sarıyev vardı, Ağdam şəhər icra hakimi idi. Dəfədən olub ki, gəlib mənə o vaxtı bilirsiniz ki, biz aylarla pul ala bilmirdik. Pul belə yumru belə rulon formasında mənə verdi ki, failə futbolçu arasında. Mənə Şəmkirdən o dövrdə təklif gəldi, Neftçidən də təklif gəldi. Qəlbimdə o sevgi var, bu gün də sevgi var. O sevgi mən nə bilim o komandanı dəyişməyə qoymur. Sonunda məni yola saldılar. Ondan sonra gəldim bir müddət Şəfada və sonra Allah qəni rəhmət eləsin, hamısı artıq dünyanı dəyişiblər. Aqil müəllim Paşayev Neftçinin prezidenti idi. Dedi ki, Tərlan bizim komandaya gəlməlidir. Fuad müsaid edir ki, sabahdan Neftçidədir Tərlan. Və ondan sonra mən o komandada açıq deyim, yəni Neftçiyə hamının böyük hörməti vardı, Neftçiyə böyük istəyi vardı. Amma 97-ci ilə qədər Qarabağın şərəfini qorumuşam. O cümlədən mənim üçün bütün klublar əzizdir. Amma Neftçi əzəməti, Neftçi istəyi mənə hər zaman birinci yerdə durur. Mən orada futbolu başlamışam və o komandanın hər zaman çətinliyi olanda, qayata komanda uğursuz olanda mənim ürəyim ağrır. Neftçi sevgisi məndə başqadır. Onda birinci Neftçi, sonra Qarabağ. Sonra Qarabağ.